20-sindən oturaq mitinqlər başladı Heydər Əliyevçilər. Onun 28-i, 29-u gəldi Ayazçılar. Hacı Əbdülün. Hətta çadır da qurdular, onlar başladılar. Ondan sonra da gəldi cəbhəçilər, yəni Əbülfəzçilər. Düz bir ay. Təxminən deməli 17-sinə kimi oturaq mitinqlər gəldi. Hacıya çevrildi. Mən yenə deyirəm, məsuliyyətdən qaçmıram, amma ölkədə müharibəni dövlət aparır. Bütün sistemi ilə. Adı olur, özü olmayan Müdafiə Nazirinin burada ancaq sənsən, Müdafiə Naziri istehsalçı təşkilat deyil. Müdafiə Naziri istehlakçıdır. Yəni, ona dövlət, onun lazım olan hər şeyi verir, o da onun aldığı ləvazimatı, yəni hərbi sursatı, digər əmlakı, hərbi mükəlləfiyyəti lazımınca qədər paylayır, hazırlıq aparır və döyüşlə aparır. Özü də orada Dövlətin Təhlükəsizlik Komitəsi, indi Milli Təhlükəsizlik Naziri işləyir, Daxili İşlər Naziri işləyir və müxtəlif orqanlar, hamısı işləyir. Deməli, mexanizm bütün o canlı mexanizm kimi səfərbər oldu. Mən sizə dediyim kimi, Azərbaycan dövləti vaxt yoxdur, iflicid. Siz bəlkə mənlə razılaşmaya biləsiniz, amma argumentiniz bu. Azərbaycan dövləti işləmədi. İndi mən Müdafiə Naziri olaraq həmin dövrdə nə işləmişim? Həmin dövrdə, deməli, mən 18-də işə başladım, martın 18-93-də fəaliyyətə başladım. Heç nə yox. Müdafiə Naziriyəm. Oturmağa kabinetim yoxdur hələ. Bir dənə balaca otaq ayırıbdılar, indiki nazirin yerində. Rabitəmiz yox, kəşfiyyatımız yox, əks kəşfiyyatımız yox və nazirlik də özünün ştat üzrə olmalı səviyyəsinin 10-12% qədər. Bir dənə olsun, hərbi təlim keçmiş taborumuz yox. 777-ci hərbiçidə az-çox hərbiçilərdən təşkil olunur. Yerdə qalan hamısı könüllü. Könüllülərin içində cəbhə mövqeyində duranlar var. Könüllülərin içində Ayaz Mütəllibovun tərəfdarları var. Könüllülərin içində indi bəlli olur ki, çox-çox gizli və heç kim bilmədiyi Heydər Əliyevin tərəfdarları var. Və təsəvvür edin, Şuşada gedən proses, nəinki Şuşada, digər yerdə proseslərdə, həmin dövrdə onlar idarə olunmurdu Müdafiə Nazirinin. Çünki Müdafiə Nazirinin nizamnaməsi yox, əsasnaməsi yox, qanunlar yox, hərbi prokurorluq yox, səhra məhkəməsi yox, hərbi tribunal yox. Rəhim Qazivin əlində elə bir inzibati alət yoxdur ki, qaçanlara dayandırsın. Hamısı bir dənə şəxsi nüfuzdur. O şəxsin məni istəyənlərin içində məni gözü görməyəcək adamlar da var. Və bunların qarşısında mən vahid komandanlıq olmadan, nə isə tək başına dövlət səfərbər olmadan eləməyim absurd idi. Amma mən onda inanırdım ki, mən nə isə nail olacaq. Və həmin dövrdə mən başladım fəaliyyətə. Gizli mənə xəbər gətirdilər ki, haradasa aprelin 7-si 8-i idi ki, Xəzər dənizi donanması, hərbi Xəzər dənizi donanmasında olan bütün əmlak marş brasok deyirlər orada. Gecənin birində çıxacaqlar Azərbaycanın ərazi sularına. Təzəmə bizim nəyim var? Çağırdım həmin dövrdə Xəzər dənizi donanması, hərbi dəniz donanmasının komandanı Zin Boris Mixayloviç, kapitan Pervo rangıdır, sonradan getdi admiral oldu orada. Çağırdım onun müavini ilə, əyləşdirdim xidmət otağımda. Dedim, mən rəsmi sizə deyirəm, çox dəqiq informasiya almışam. Siz günləri bir gündə, 3 günə, 4 günə, 5 günə buradan bütün nə əmlak var Xəzər dənizi donanmasını çıxardacaqsınız. Yox, belə şey yox, dedim, mən bunu sizə dəqiq deyirəm və mən nə edəcəm? Mənim sizinlə vuruşmağa gücüm yoxdur. Sənin də və sizin təlim işləri üzrə o şey vardı, komandan vardı, çox alçağın biri idi, Şaviris. Onun da, üçünün də ailəsi, ünvanı bu, filan nəzarətdədir, məhv eləyəcəm. Demədimi, girov görür, məhv eləyəcəm. Mən xalqın xatırını bunu eləməliyim. İnanın, rəngi kağız kimi ağardı o zilinin. Dedim, mən sizə söz verirəm. Heç də təpə, mən xahiş edirəm komandanlığına, məsələn, hər nəyi. Onda Çernavil idi. Hərbi dəniz donanmasının SNG yaranmışdı, onda Birləşmiş neydi o?
MDB-nin Birləşmiş Hərbi Qoşunlar, deməli, keçmiş Müdafiə Nazirliyi, SSR Müdafiə Nazirliyi dönüb olmuşdu. MDB-nin Birləşmiş Silahlı Qüvvələri, onun da başında Şapşnikov dururdu. O komanda işi amma dəniz komandaları üzrə şeydir, Çernobil-dir. Çernobilə zəng elədim. Dedim ki, Rəhim Qaziyev, Müdafiə Naziri, mən maskara ilə baxırdım, Müdafiə Nazirinin nəyi var? Heç nə. Biraz Məmməd Nəsir, daha asılmışdı, Aspadın ministri və belə. Sizinkilər burada belə bir şey almışam, olmayacaq. Mən də çox xahiş edirəm. Gəlin, əmlakınızı bizə verin, bizə belə dedi ki, bilirsiniz, biz verərik deyə bir şey deyil. Amma ermənilərin xoşuna gəlmir, onlar razılaşacaq sizinlə müharibə aparır. Dedim ki, mən etiraz eləmirəm və çox alqışlayıram, siz ermənilərə hərbi dəniz donanması yaradasınız. Dedi, harada yaradım? Dedim, Sevan gölündə. Vallahi, inanın, orada hələ yeraltı, sualtı qayıq da verin. Ermənistan dəniz qırağında alınmıydı, dənizə çıxış yox, mənim günahım nədir burada? Səhərsi gün göndərdi, səhərsi üsünü gün göndərdi öz muavinin Ləşenko. Biz oturduq, rəhmətlik Vahid Musayev, General Şahin Musayev, ondan sonra Vahid Əhmədov, neçə o bayılın yanında şey vardı, KKF vardı, hərbi dəniz donanmasının balaca deməli bir hovuzu vardı, bir dənə 2 mərtəbəli mehmanxanası vardı, bir də şey vardı, saunası. Orada oturduq, çörək yedik və məsələn həllədik, bax bu həmin protokol, bax bu həmin imzalar, deməli tarix aprelin 15-i, 92-ci il. Ben deməli, hansı şərtlər daxilində ordu, həmin hərbi dəniz donanması çıxmalıdır və burada da şəxsi rəyini yazır, həmin Ləşenko ki, 4 Xəzəryanı Respublikaya buradakı əmlak bölünməlidir. 4 Xəzəryanı Respublikaya. Bundan sonra 23-i, 17-si apreldə, indi ANS-də var, az televiziyada var, göstərmirlər. 23 hərbi gəmidə Bayıl buxtasında Azərbaycan bayrağı qaldırdı, biz onu qəbul edik. Mənim orada çıxışım da var, o kasetlər, yəni var, bunu istəmirəm, çünki Rəhim Qaziyevin adı var. Birinci bax, o basa-basa elədim bunu. Amma sonra nə edim? Rəhim Qaziyeva, yəni Şuşalıların işğalı haqqındakı cinayət işi 43-cü cild. Hörmətli Pənah Hüseynovun göstərişi ilə mən çıxan səhərsi günü Nazirliyə Vahid Əhmədovun sədrliyi ilə böyük bir şey gəldi. Komissiya. Mən də zənglədim, şimdi mənə nə vermişsiniz, nəyi yoxlamağa gəlmişsiniz? Gəlib də yaxşılıqdır. Həmin onların yazdığı aktda, bu dünyanın ən bir nömrəli ixtisasçılarından da biri Vahid Əhmədov yazıbdır ki, Rəhim Qaziyevin deməli, tarixi çox şeylər yazıbdır, amma yazıbdır ki, Xəzər dəniz donanmasının qabulunda 4 strateji kater deyilə də, o nəzarətçi kater Türkmenistana, 11 dənəsi Qazaxıstana, 67 ədəd, ondan 23-ü döyüş gəmisi, yerdə qalanlar naviqasiya, döyüş və nəqliyyat gəmisi qalıbdı Azərbaycana. O da niyə 4-ü Türkmenistanda qaldı, 11-i Qazaxıstanın gözü həmin dövrdə onların ərazi sularındaydı, bizdə deyildi. 4 hərbi zavod və bir də Xızıqdakı hərbi ali dəniz komandanları məktəbi bir dənə kitabı da tərpənmədən mənim tərəfimdən qəbul edildi. Nə təqəbül? Bu da indi Ruslar bizim qaragözümüzə bunu elədi. Həmin dövrdə gecə-gündüz bunlar eləyəndə yəni oradan o bəyanat ki, bizim hörmətli cəbhəçilər qardaşlarımız da və o birilər də hakimiyyət onda mübarizə aparanda mən müdafiə naziri kimi təyin olmuşdum. Heç demirəm, məni Rusiyada iş axtarmıyorum, məskara edilir. Dedi ki, Rusiyanın adamı olan Rəhim Qaziyev bu bəyanatı yazdı, yaydı, 14-ü, 15-i, 16-sı Respublikanın bütün qəzetlərində çıxıb. Qəzet variantda var, indi əlimin altında olmadı. Bax bunu. Mənim həmin müxalifətçi dostlarım, qardaşlarım bir dənəsi bu bəyanata reaksiya vermədi.
Mən bu bəyanatda inşallah oxuyarsınız, verəcəm. Həmin bu bəyanatdan sərsi keçdi bir suyunu gün Şapşnikov, həmən dediyim Yevgeni İvanoviç, Yevgeni Nikolay, Yevgeni Ivanoviç olmalı. Yevgeni Maksimoviç zəng elədi mənə. Dövlət telefonu ilə. Mən sizi təbrik edirəm. Bir ay 3-4 bir ay idi mən nazir olduğum. Hələ bir aydan sonra mən sağ olun. Mən sizi görüşmək istəyərdim. Dedim, vallahi mən də sizlə görüşmək istəyərdim, amma mənim gəlməyə nəqliyyatım yoxdur. Buradan hamısını aparıb getmişsiniz. Bir nətər bir yerdə olmuşuq. Azərbaycanda olan hərbi bazılarda, hərbi aerodromlarda 6 dənə aerodrom, bir dənə təyyarə qoymamışsınız. Dedi ki, mən vaxt danışaq, göndərim. Həli 21-ində mənim arxamıza təyyarə göndərdi, aprel. Mən getdim, oturduq, orada müzakirə etdi, o müzakirənin geniş, o özü ayrı bir şeydir. Orada mən Qrasovla tanış oldum, Qrasovun muavinlərindən biri idi. Rusiya Federasiyasının müdafiə naziri yaranmamışdı. Və mən orada məsələni qoydum ki, bax, SSR dağılıb. SNG-nin də biz üzvü döyürük. Hansı statusla siz keçmiş Sovet ordusunun hərbi hissələrini Azərbaycan ərazisində saxlayırsınız? Bunu mənə cavab verin. O da biraz qorxucu cücəldi ki, siz dedim ki, mən dedim partiya funksioneri deyirəm və mənə də qorxuzmaq lazımdır. Sadəcə mən sizə sualıma cavab istəyirəm. Biz orada deməli, Qrasovda danışdıq ki, 29-unda aprel 92-ci ildə Qrasov böyük heyətlə gəlir Azərbaycana və biz oturub Azərbaycanda olan hərbi hissələrin əmlakını bizə verilərək hərbi hissələrin çıxarılması haqqında məsələn müzakirə edici ilkin protokol hazırlayacaq. Bəli, 29 aprel 92-ci ildə səhər saat 9-10-a işləmiş, mən Gəncə aerodromunda 29 generalla Qrasovu qəbul edir. Və oradan həmin dövrdə Gəncə şəhərin polis idarəsinin rəisi olan, indiki Rumuniyadakı Azərbaycanın səfiri Eldar Həsənovun müşayiəti ilə Şəki yolunu ta xalqına qədər biz müşayiət elədik, biz getdik Şəkiyə. Şəkidə 2 gün, 29-u, 30-u həmin məsələni müzakirə elədik, ilkin protokol əldə elədik. Ki, Azərbaycandan, bax, burada qrafik də var, hava hansı ucundan da 2 ilə bunlar çıxmalıydılar, sonradan bizim göndərici elədik ki, Azərbaycanda olan hərbi hissələrin çıxması. Buyurun. 29 aprel Şəki şəhərində, bir də 30 saat 12-yə qədər. Bu ilkin işçi protokol hazırlandı və sonradan da biz belə qərara gəldik ki, mən də öz müavinlərimlə göndərirəm, idarə rəislərinə göndərirəm. Rusiyada otururlar, Moskvada otururlar, bunu çatışmayan, əlavə eləyirlər və 15 may 92-ci ildə Daşkətdə keçiriləcək Birləşmiş MDB-nin sammitində rəsmiləşdirdik və imza atırıq orduya çıxmaq. Mən bunu elədim. 29-u. 30-u saat 6-da Bakıya gəlib çatmışım. Yəni, daha doğrusu 6-7 işləndə gəlib xidməti otağına girmişim. Və bu müddətdə gecə-gündüz mitinqlər gedir. Rəhim Qaziyevə hər tərəfdən deyirlər ki, ölçü dağıldı, Rəhim kömək edir. Rəhim Qaziyevin dədəsindən orada qalmamışdı. Bizim kifayət qədər şairimiz, yazıcımız, artistimiz var. Amma hərbizlərimiz yoxdur. Siz təzəvvürləyirsiniz, həmin dövrdə mən bir nəfər sabit tapmadım ki, rabitə idarəsinə rəis qoyur. Yoxdur. Xülasə, həmin dövrdə mən əmrimlə 136 22 aprel 92, bu da burada var, göstərərəm onu, hamısını vaxt çox itirmək istəmirəm. Ki, bəs biz Müdafiə Nazirliyinin silahlı qüvvələrini, nizami silahlı qüvvələrini yaratmaq, 4 dənə nota atıcı briqada yaradılması haqqında, reyd briqadaları ilə əmr imzaladım və onlar başladı, təsəvvür edin, bir reyd briqadası hansı ki, sonra göndərdim Şuşaya köməyə, bu 5 barmaq deyilən yerdə, Quba yolunda, orada təlim keçirdilər, hərbi təlim keçirdilər, bazalarını heç birini almamışdı. 100 nəfər briqadanın
ən aşağısı 2200-2500 əsgər olmaz. Bizim 100 nəfər orada əsgərimiz vardı. Bu 100 nəfərə də təlim çəkməkdə 25 avtomat verə bilmişdik. Yoxumuzu. Və həmin dövrdə Elbrus Oruzovda akademiya təhsilli adamıdır. Onu da briqadaya komandir təyinlədi və 22-sində təyinlədi, 24-də bunları əmr verildi ki, getsinlər Şuşa ərazisində, Şuşa Vasil ərazisində bu briqada dislokasiya olunsun və başlasın orada müdafiə üstünə atılmalı. Bu dövrdə. Nə oldu? İndi keçirəm Şuşada bu xəyal nədən başladı? Birinci, mənim haqqımda Respublika Prokurorluğunun həmin Şuşanın işğalına aid cinayət işi materiallarında ittihamnamə olur da. İttihamnamə budur. Bunu da təsdiq edildi. İndiki hərbi prokuror Xanlar Vəliyev təsdiq edir də təqsirnaməni. Bu da ittihamnamədir. Deməli, burada yazılır 6-cı səhifəsində ki, birinci, Respublika Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi Baş Prokurorluq vaxtı İstintaq İşləri üzrə müavini indiki hərbi prokuror Xanlar Vəliyevin təsdiqlədiyi rəsmi sənəddə 6-cı vərəqəsində qeyd olunur. Həmin dövrdə Şuşada kifayət qədər canlı qüvvə, silah, döyüş sursatı və hərbi texnika olmasına baxmayaraq, silahlı qüvvələrin arasında nizam-intizamın olmaması, eyni zamanda yerli hakimiyyət orqanlarının siyasi böhran keçirməklə böhran vəziyyətə düşmüşdür. Bu, məni ölüm hökmünə məhkum edən sənəddə yaralanıcı Şuşada vardı. İndi Qubada cəmaat qalxdı, icra başçısının şərəfsizliyindən danışdı. Niyə prezidentə güllə vermədilər? Niyə prezident haqqında danışmadılar? Orada komandir var, nəysə, bunlar keçirək. Ondan sonra, həmin dövrdə Şuşada olmuşdu. Deməli, indi sizə gəldirir, həmin dövrdə Şuşada, deməli, həmin cinayət işinin ittihamnamədə yazılıqdır bu rəsmi hökumətin istintaqın materiallarına əsasən çıxartdığı şeydə döyüşən tərəflərə malik olduğu qüvvələrin nisbəti. Yəni, həmin dövrdəki ermənilərlə bizim nə vardı? Şəxsi heyət. Şuşada 1645 nəfər, düşmən tərəfindən bizə hücum edənlər 1000 nəfər. Nisbət 1,6-ın 1-ə nisbəti. Amma əslində döyüş nizamnaməsinə və intizam nizamnaməsinə əsasən hücuma keçən tərəfin üvəsi 3 dəfə ondan artıq olub, düzdürmü? Amma biz bundan artıq. İkinci, piyadaların döyüş maşını. Bizdə 9, ermənilərdə 10-15 qədər. Burada deməli nisbət azdır, amma yenə biz o Şuşanın mövqeyi nəzər alınsa, strateji vəziyyəti, yəni müdafiə mövqeyi nəzər alınsa biz üstünük. Tanklar. Yazılımız 8, yalan deyil. Orada onda bizim cəmisi 4 tankımız vardı. Yəni, mən bundan 8-dən istifadə edib, deyən mənim ki, 4 dənə, biri T-55 idi, 3-ü T-72. Onu da mən aparıb getmişdim, hələ o vaxt, heç nazir deyildim. Bu 4 təşərli komandir maşını olub, BRDM deyirlər, deməli 9, 5, 6, sonra 2 dənə Rusiya istehsalı olan, yəni qayda qanunan Qrad. Ondan sonra müxtəlif çaplı pulemyotlar 8 bizdə, 12 onlarda. Deməli, Qrad bizdə 2 olub, 2 də onlarda olub. Artilleriya qurğuları o dövrdə bizdə güclü artilleriya qurğuları olmuyor. Həmin bu hökumətin tərtib elədiyi, cinayətlə mənə ittiham verdiyi bu şeylərdir. İndi Şuşada real nə var idi? Həmin dövrdə cinayət işi cild 2, səhifə 139. Kərimov Azay Əl-Əsgəroğlu, 777-ci hərbi hissənin kəşfiyyat rəisi, özü də ki, Kiyevdə hərbi kəşfiyyat məktəbini qutardı. Onun verdiyi ifadədən bilavasitə olduğu kimi oxuyuram. Batalyonla komandovali territorialni okulu 200 человек. Səfərov Fəxrəddin, Batalyon Qarabağ okulu 500, Tofiq Oğuz, Samobaron
batalyon Enfa Narodno Fronta rəhmətli Ramiz Qəmbərovun 120 adam, Yevlax batalyon Samaboronun onun sayı bəlli deyil və Elçin Mamedov 150 oldu. Həmin dövrdə olan 770. Sonra texnika, состоялась из 3 танков Т-72, 5 БМП-1, 4 БМП-2, БТР-2, БРДМ-2, еще автомобильные роты. Все единицы боевой техники, кроме одного БМП-2, был в исправном состоянии. Боеприпасов к ним имелись в достаточном количестве. Из артиллерии было 2 установка ПМ-21 «Град», 6 100-мм градометных пушек и 2 100-мм пушка военного образца. Артиллерия была исправна. Боеприпасы к ним имелись в избыточном количестве. Боеприпасы к ним имелись в избыточном количестве. Также в избыточном количестве боеприпасы к стрелковому автоматическому оружию. Имели также до 20 исправных 82-мм минометов. Hər bir şey olanla bilir ki, dağ şəraitində minamyot qədər dəqiq vuran, həm də əlverişli silah yoxdur ki, dava yüklü bir tabağı var. Bir balcanlıdır, aparır oradan ora. 6-7 штук 23-мм зенитных пулеметов. 1 300-мм автоматический зенитный пушка. 6 автоматических гранатометов АГ-17. Ne kadar cüzdü silahlı onu peşekarlardı. 5 uстановka alacağım. Bu dolu dağılan toplardandı. Bunlar zəif ama her hafta silah. 30 комплектов ротативных, зенитных, ракетных установок стрела. İçine koyup gelen obyekti vurmaya. Около 50 ручных противотанковых гранатометов РПГ-7. Ко всем перечисленным видам вооружения также имелось достаточное количество боеприпасов. Хочу добавить, что еще один танк Т-55, входящий в общую численность боевой техники гарнизона, находился в селе Кесалар. Bak bu hemen adam beni de saldı. Çağırıb özünüz də sorsa bilərsiniz. Şurada ondan sonra deməli, bu qədər silah sursatın qarşısında Şuşanın təhvil verilməsi ağlacalayan şey deyildi. Amma sadəcə olaraq həmin dövrdə gedən oyunlar və həmin dövrdə insanların əsas hissəsinin, yəni aparıcı insanların əsas hissəsinin siyasi alverlə məşğul olması bu qüvvələrin var gücü ilə hərəkətli, müdafiəli deyil, vuruşub müdafiə olması imkan yaratmır. Yaxşı, siz bilən, həmin dövrdə mən Bakıdan Şuşaya kömək göndərməkdən 600 kilometr yol qətləməliydim. 600 kilometr. Çünki Ağdamdan yol bağlı idi və indiki siz çox xahiş edirəm Aytan xanım, siz indiki vəziyyətinlə müqayisə eləməyəsiniz. Respublika dağınıq vəziyyətdə, Müdafiə Nazirliyinin maşınları yox ki, nəqliyyatı vaxtında çatdırsın və həmin nizam, intizam və qayda qoyulmaydı ki, həmin dəqiqədə rəqsin. Mən birdən olurdu ki, 5 saat, 6 saat, 7 saat rabitə kəsilirdi. Özə rabitə nə idi? Hər bir rabitəmiz yox idi. Biz adicə bu şəhər telefonlarından istifadlayıb, şəhər telefonlarında qovşağı Stepanakert-də yerləşirdi. Yəni, bütün danışıqlarımıza sərdən axşama kimi qulaq asırdılar. Burada Elbrus sorucu. Cild 7-ci cild 68 səhifə 15-i iyunun 92-ci ildə verdiyi ifadədən. Baku kabineti ministra обороны 29 апреля я узнал, что произошло в Косоларском направлении стычки с армянскими боевиками, в результате которых погиб комбат Рамис, имели погибшие и раненые. На вопрос министра, кто санкционировал действия, я ответил категорическим отказом о том, что мне ничего не известно, так как мной 28 апреля был отдан приказ всем командирам и подразделениям о запрещении отводить боевые распоряжения и приказы без моего личного разрешения. Şimdi burada neye geldim hanım?
xüsusi qeyd elədim. 29 aprel, eləmi? 29 apreldə mən olmuşam Şəkidə. Yəni bunu hamımız istəsək ki, 29 apreldə Elbrus Orucovun dediyi düz olsun, mümkün deyil. Bunun video sənədləri var, bunun foto sənədləri var, o boyda Şəki cəmaatı var və bu sənədlər var. Orada işləyən adamlar. Niyə 29-un deyil bu? Bu mənim xidmətli otağımda olub 27-sində. Mən də göstəriş vermişəm, gedib. Onda da 27-sində rəhmətli dəfn olunmamışdı. Nədir? Xəlası olmamışdı. Bramiz, ha. Bu 29-unda olubdu Naxçıvan da. İndi bu, axı bu 27-sində getməlidir, direktiv var, 140 bin nömrə, 0 baş qərargahının direktivi var. O direktivə görə burada gəlib işlər görməlidir. Bu orada olmayıb. 29-unu yazın. 29-unda bunun orada olmasını sizin həmkarınız Aydın Quliyev, mən də bilirdim, amma konkret adamları tapa bilmirdim. Ki, olurdu. O Mehman İsmailov vardı, Şuşalı. Mən təzə onda həbsdən çıxmışdım. Yanvarın əvvəlində mənim ünvanıma yazdı da, hamı yazırdı da, Rəhim Qaziyev Şuşalı, o da Şuşalıdır. Təbii, indi haqqı da var. Amma biraz da Təqqirəzada sözüm, indi bax, sənətlər, bundan çox sənətlər, qoltuğuma vurdum, getdim şəhərdə. Mən orada danışanda və belə qoydum Mehman qabana, sən Şuşalısan, bax bilirsən. Amma düz danış, düz yaz. Mənim ünvanıma təqqir, mən imkan vermədim. Büyür, bunları oxu, bu sənətləri. Savadlısan, ağıllısan, vətənpərvərsən, yaxşı. Ondan sonra rəyu yaz. Ya hansı rəyu olarsan, onu yaz. Onu da yox, həm mənim, sən mənim qardaşıma dəstim, sən rüşvətəm, dedim, bu madaqlıyıq, bu, mən gəlməmişəm, sən mənim könlümü alasan burada. Həmin bir söhbətdə Aydın Quliyev dedi ki, mən o dövrdə Heydər aparatında Naxçıvanda işləyirdim və 29-unda Elbrus Orucov Naxçıvanda Heydər Əliyevin yanında olurdu. Bax, mən adını seçirəm. Deyir ki, o da çıxsın, sizə bilsin ki, rəyim yalan danışır. O həmin dövrdə deməli, bu ondan da deyil sonra, 2 gün sonra, yəni ayın 1-inə düşür. Nizami Bəhmanov gəldi oraya. Niyə? Nə xəbər vardı orada? Niyə getmişlər? Əgər getmişdir dövlət, Heydər Əliyevin xətinin üstüyü yaxşı kişidir, böyük, dünyanın bir növbəsi, gəlib də onu görməyə, bunu niyə mən gizlətməliyəm ki? Deməli, gəldi bu, burada olan silah sursat. Komandir deyir ki, həmin dövrdə, yəni, 7-sindən 8-ə keçən gecə, mən, həmin Elbrus Orucov deyir ki, ifadəsində, mən Rəhim Qaziyeva ayın 7-sində axşam saat 8 radiyələrində zəng elədim ki, ermənilər hücum hazırlaşırlar. Həmin gün Tehranda sülh danışıqları gedir. Mən dedim ki, mən onu inkar eləmirəm, mənə zəng deyib, dedim, sən Elbrus Orucov, onu dəqiqləşdir, bu təxribat ola bilər ki, biz tərəfdən bu sülh danışıqlarına mühəndislik öyrənsin. Əgər sənə bu kəşfiyyat məlumatın dəqiqləşərsə, Şuşanın müdafiə olunmasını və bütün əməliyyat məsuliyyətini sənə tapşırır. Rabitəmiz kəsilə bilər. Nizami Bəhmanov ifadəsində də var, axşam saat 8-dən səhər saat 5-ə kimi rabitə olmayıb. Hətta mən o Şuşaya hücum başladığını Laçın batalyonundan almışam və Laçın vasitəsilə mən çıxırdım Laçına, Laçından Şuşaya bir tərik xəbər çəkdim. Deməli, həmin dövrdə ancaq bununla bir dənə bu ifadəni işlədi ki, Rəhim Qaziyev mənə qabaqlayıcı zərbəni vurmağa icazə vermedi. Mən ifadəni nə qədər oldu dedim və fərz edirəm əksini. Yaxşı, mən dediyimlə, sözümlə qaçmıram, sən də çox vicdanlı, namuslu hərbiçi olmuşsan, mən nazirin göstərişini yerinə getirmişəm. Mən sənə dedim ki, qabaqlayıcı zərbəni saxla. Mən sənə Şuşanın müdafiəsinin məsuliyyətindən qaçdırmamışdım. Sən hücum başlayandan sonra Şuşanı niyə müdafiə eləməmişsən? Bax, niyə? Bunu heç kim demədi. Heç kim deyə kimi demir. Mən açıldı deməli, bütün faktlar və prosesdə indi o kasetlərdə kaseti araşdırmadım. Bax, prosesdə Elbrus Orucov ifadə verəndə məhkəmədə. Deməli, orada ona mənim vəkillərim və mən sual verdim.